Mətbəx təmizliyi videomda mən belə bir sual vermişdim ki, nə haqqda istəyirsiniz danışın. Bir izləyicim də mənə yaxşı bir fikir atdı ki, bəs həyət evi yoxsa bina evi? Gəlin mən sizə öz fikrimi deyim. Mənə görə bina evi. Çünki mən rahat həyətə düşə bilərəm, mağazinə gedə bilərəm, nə bilim, rahat öz işimi görə bilərəm. Amma həyət evində mən onu eləyə bilməyəcəm. Ola bilsin ki, mən alışmışam artıq bina evinə və mən burada özümü daha komfort, daha rahat hiss eləyirəm ki, həyət evində. Həyət evində isə mən məsələn rayona gedəndə mən darvazadan çölə çıxa bilmirəm. Özümü nəsə rahat hiss eləyirəm. Heç kim yoxdur. Çıxırsan həyətdə bomboşdur və özümü heç rahat hiss eləmirəm. Əsasən də mən həyət evində nəyi bəyənmirəm? Baxın, bu yüksək zaboru və təbii ki, darvazanı heç sevmirəm. Elə bilirəm ki, darvazadan içəri girdin və həbsə düşdün, həbsdə qalarsan və çölə çıxma ehtimalın sənin sıfıra bərabərdir. Ya da məsələn harasa getmək lazım olanda ancaq maşınla getməlisən də, mütləq ki, başını çölə çıxartmamalısan da, heç kim səni görməməlidir. Ona görə həyət evini qətiyyən sevmirəm. Bilirəm indi məni qınayacaqsınız ki, bəs yox, əksinə həyət evi yaxşıdır. Biz də həyət evində yaşayırıq. Əksər baxıram çox insanlar həyət evində yaşayır və həyət evini daha çox sevir. Məsələn, mənim papam, mamam, qardaşlarım, sonra yoldaşımın özü də həyət evi üçün ürəkləri gedir, amma bir dənə mən sevmirəm, nədənsə özümü heç rahat hiss eləmirəm. Bu şəxsən mənim öz fikrimdir. Mən öz fikrimi burada bildirirəm. Çünki xanım da elə onu istəmişdi ki, bəs mənə görə ən çox, yəni ki, həyət evi yoxsa bina evi. Artıq ailəm də bilir ki, mən həyət evi qətiyyən sevmirəm. O vaxt yadımdadır ki, papam məni aparırdı, həyət evləri göstərirdi ki, bəs hansını istəsən səni alacağam. Apardı, baxdım, xoşuma gəldi həyət evləri. Baxırsan ki, qəşəng remontludur, amma bu zaboru görəndən sonra dedim ki, yo, mənlik deyil. Mən burada heç vaxt yaşamaram. Və artıq ailəmdə hər kəs bilir ki, mən qəti həyət evi sevmirəm. Mənə görə bina evidir və 4 divar arası. Həmin izləyicim demişdi ki, bəs ev almaq istəyirlər, amma bilmirlər həyət evi alsınlar yoxsa bina evi. Belə deyim də, bu əslində istəyə görə olmalıdır. Məsələn, siz özünüzü harda komfort hiss eləyərsiniz? Məsələn, bir anlıq təsəvvür edin ki, həyət evindəsiz və bina evindəsiz. Görün hansı sizə daha çox xoş gəlir, ürəyinizcə gəlir. Məsələn, ev almaq istəyirsiniz, mənzilə də baxın, həyət evinə də baxın. Görün siz özünüzü daha çox harda komfort hiss eləyəcəksiniz, o zaman alın düşünürəm. Mən ümumiyyətlə Amerika tipli həyət evləri sevirəm. Zaborsuz, darvazasız. Məsələn, Bakıdakı Royal Park var ya, baxın, oradakı evləri görürəm və ürəyim gedir də. İstər Royal Park olsun, istər də Xəyal adası olsun, bu ikisindən bir yerdən. Düzdür, indi fikirləşəcəksiniz ki, havada bulud, sən oradan həyət evi almağı unut, qiymətləri dəhşət bahadır. Amma demək olmaz da, həyatdır, bilmək olmaz. Bir də gördünüz, jackpot tutdum və oradan həyət evi aldım. Ən çox da istəyirəm Royal Parkdan, çünki oradakılar sırf Amerika tipli həyət evləridir. Çox bəyənirəm də onu mən. Orada rahat çölə çıxmaq da olar, gəzmək də olar filan. Nədənsə bilmirəm, mənim fobiyam var bu həyət evlərinə, zaborlu həyət evlərinə. Və bir də sizlərin də fikirləri mənim üçün önəmlidir. Bəs siz harda yaşamaq istərdiniz? Həyət evində yoxsa bina evində? Sizə görə mənfi və müsbətləri nədir həyət evini və yaxud da bina evinin? Mütləq yazın, bizə də maraqlı olar, oxuyarıq.